Respublika Gənclər Debat Forumu yay 2017 layihəsinin final mərhələsi keçirilib. Final günü İslam həmrəyliyinin gücləndirilməsi beynəlxalq terrorizmə qarşı effektiv mübarizənin vacib resursudur mövzusuna həsr olunub. Gənc debatçılar mövzu ilə bağlı maraqlı fikirlər səsləndiriblər. Bu il bizdə Cənab Prezident İlham Əliyev tərəfindən İslam həmrəyliyi çərçivəsində elan olunub. Bununla bağlı biz həmənki forumun mövzusunu bu il həsr olunub seçmişik və burada da bizim debatçılarımız, bizim gənclərimiz sırf bu mövzu ətrafında öz bilikləri, öz fikirlərini, argumentləri formalaşdırıb bizim cəmiyyətə verirlər. 7 region, bir Bakı olmaqla 8 forum keçirildi. Forumda ümumilikdə 1000-dən artıq gənc iştirak etdi. Və bu gənclərdə istər İslam həmrəyliyi ilə bağlı olan məlumatların artmasında, istərsə debat fəaliyyəti ilə bağlı müəyyən qədər onlarda birliklərin formalaşmasına gətirib çıxardı və hər bir gənc üçün çox gözəl potensial olduğu ki, gənclər bundan maarifləndilər. Turnir hər bir gənc debatçı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki gənclər debata qatılaraq təcrübə əldə edirlər və Azərbaycanın ictimai-siyasi həyatının bir hissəsinə çevrilərək biliklər əldə edirlər. Turnir maraqlı keçdi, rəqabət yüksək səviyyədə olmuşdu, maraqlı komandalar olmuşdu. Bakı Dövlət Universitetindən, İqtisad Universitetindən, Neft Akademiyasından və digər universitetlərindən. Mənim üçün çox maraqlı keçdi, son turnirim idi. Qızğın müzakirələrdən sonra 17 baldan ibarət protokol vasitəsilə qalib komanda müəyyənləşdirilərək mükafatlandırıldı. Süreyya Quliyeva, Fərdə Aşıralova, Əli Surxayoğlu, CBC.